görək Siyavuş Novruzov müharibə veteranları üçün hansı güzəştləri istədi və hansı müharibə veteranlarından söhbət gedir? Söhbət Siyavuş Novruzovdan gedir. Əziz dostlar, 7000 Azərbaycanlı Əfqanistan müharibəsində iştirak edib. Onların bir hissəsi geri dönməyib, bir hissəsi xəstəliklərlə mübarizə aparır. Amma onlar dövlət rüsumundan azad olunanların kateqoriyasında deyil. Siyavuş Novruzov Əfqanistan müharibəsi veteranlarından bağlı güzəşt xahiş edib. Bunu Milli Məclisin bugün keçirilən plenar iclasında modern məlumatına görə Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov dövlət rüsumu haqqında qanunun müzakirəsi zamanı bildirib. Çernobılda, Əfqanistanda SSR dövründə baş verən hadisə idi. Ona görə də Əfqanistan müharibəsində iştirak edənlər də rüsumdan azad edilməlidirlər. Digər qanunlarda da mən rast gəlirəm ki, bu cür yanaşma mövcuddur. Bütün kateqoriyalar yazılır. Əfqanistan müharibəsində iştirak edənlər yazılmır. Xatırlatmaq istəyirəm ki, ilk dəfə məhz ümummilli lider Heydər Əliyev Əfqanistan veteranlarına müraciət etdi və Beyləqanda erməni qoşunlarının qarşısını Əfqanistan veteranları aldı və irəliləməklərinə imkan vermədi. O baxımdan gələcəkdə bu məsələnin nəzərdə tutulmağı məqsədə uyğun olardı. İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Azər Əmiraslanov qeyd edib ki, bu qanun layihəsində güzəştlərdən azad olunma anlayışı müvafiq kateqoriyaları, o cümlədən Əfqanistan müharibəsi iştirakçılarını da əhatə edir. Əgər diqqət yetirsək, qanun layihəsində göstərilir ki, müharibə şəraiti və əhəmiyyətli xidmət vəzifələrinin yerinə yetirilməsi halları ayrı-ayrıca nəzərə alır. Bu isə o deməkdir ki, Əfqanistan müharibəsində iştirak edən şəxslərdən müvafiq hallarda istisna kateqoriya kimi qiymətləndirilə bilər və onların hüquqları nəzərə alınacaq. Qeyd edək ki, yeni maddəyə görə ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi 1990-cı il 20 yanvar 1990-cı ilin 20 yanvar hadisələri zamanı həmçinin hərbi xidmət vəzifələrini, o cümlədən Çernobıl Atom Elektrik Stansiyasında hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş, habelə şəhid ailəsi statusu almış şəxslərdən bəzi xidmətlər və hüquqi hərəkətlər üçün dövlət rüsumu tutulmur. Siyavuş Novruzovun bu təklifi necə dəyərləndirirsiniz? Çox xahiş edirəm, yazın, bəyənin, paylaşın və Siyavuş Novruzovdan yeni bir açıqlama var, əziz dostlar. Siyavuş Novruzovun Türkiyə mövzusunda bir açıqlaması var. Siyavuş Novruzov Türkiyə ilə tələbə mübadiləsi genişlənsin təklif edir. Türkiyə məktəblərinin Azərbaycanda fəaliyyəti artıq realdır və bu əməkdaşlıq çərçivəsində Azərbaycanın baş naziri ilə birlikdə 100-dən artıq müxtəlif sahələri əhatə edən sənədlər, o cümlədən təhsillə bağlı müqavilələr imzalanmışdır. Bu da göstərir ki, Türkiyə ilə təhsil sahəsində əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Modernizm məlumatına görə bunu Milli Məclisin bugün keçirilən plenar iclasında Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov deyib. Komitə sədri qeyd edib ki, hazırda Azərbaycanda müxtəlif ölkələrin, Avropa dövlətlərinin, Rusiyanın məktəbləri fəaliyyət göstərir. Türkiyə məktəblərinin fəaliyyətdə burada xüsusi yer tutmalı olduğunu bildirən Siyavuş Novruzov Azərbaycanlı tələbələrin Türkiyə tələbələrinin Azərbaycanda müxtəlif ixtisaslar üzrə, xüsusilə neft sənayesi,
hərbi və tibbi sahələrdə təhsil almaları olduqca vacib olduğunu bildirib. Biz çalışmalıyıq ki, bu cür təhsil mübadiləsi genişlənsin və məzun olan tələbələr öz fəaliyyətlərini Azərbaycanda davam etdirsinlər. Bu təkcə dil bariyerinin aradan qaldırılması baxımından deyil, eyni zamanda ortaq milli mənəvi dəyərlərin təşviqi baxımından da mühümdür deyə Çavuş Novruzov vurğulayıb. Təhsil mövzusunda dostlar, məsələn, Türkiyənin elə universitetləri var, onların diplomları tanınmır. Bir dəfə mən burada bir ekspert vardı, ona sual verdim. Dedim ki, Azərbaycanda kimsə 300-400 balla qəbul ola bilmir universitetə, deyək ki, tibb universitetinə. Məsələn, imtahan vermədən gedirlər Türkiyədə, Ukraynada və digər ölkələrdə tibb universitetini oxuyurlar. Əgər bu şəxs savadsızdırsa, Bakı Dövlət Universitetinə və yaxud da ki, Azərbaycanda fəaliyyət göstərən tibb universitetinə qəbul olmursa, bu hansı biliklə Türkiyəyə, Ukraynaya qəbul olur? Dəyərli dostlar, mənim bildiyim qədər, məsələn, Ukraynada, Rusiyada tibb universitetlərinə Slavyan mənşəli, savadsız, küt, nə bilim, savadı olmayan insanları qəbul etmirlər, xüsusən tibb sahələrinə. Məsələn, deyirlər ki, harada müsəlman dövlətlərindən var, pulun götürsün, illik ödənişi ödəsin, yataqxananın pulunu götürsün, qəbul edin. Amma Slavyan mənşəli xalqlardan həmin tələbələri, savadsız tələbələri qəbul etmirlər. İndi dostlar, günah kimdədir? Ukraynada, Rusiyada və ya özümüzdə. Sabah gedib orada tibb universitetini qutaran o savadsız gələcək Azərbaycanda sağ ayaq əvəzinə sol ayağı kəsəcək. Ürək əvəzinə qulağı müalicə eləyəcək. Qulaq əvəzinə qaraciyəri müalicə eləyəcək. Siz bunun fərqindəsiniz, əziz dostlar. İndi düzdür, məsələn, Azərbaycanda fəaliyyət göstərən, xüsusi davranış qaydaları ilə seçilən, Rusiyada təhsil almış tələbələr. İndi o gün mən harada oxudum, deyir, Rusiyada təhsil almış tələbələrdə müalicəyə daha çox meyl var. Türkiyədə və Qərbdə oxuyan tələbələrdə daha çox pul qazanmağa meyl var. Onlar pulu necə qazanmağı daha yaxşı bilirlər. Həm mədənilik var, həm demirəm, savadsızlar, həm savad var, həm də pul qazanma bacarıqları var. Mən sizə sual verəm, əziz dostlar. Bilirsiniz ki, hamı demək, müraciət edir həkimlərə. Hansı həkimlərə siz üstünlük verirsiniz? Türkiyədə təhsil almış həkimlər daha savadlıdır, daha peşəkardır, daha insandır, yoxsa Rusiya məktəblərində, Ukraynada təhsil almış həkimlər? Çox xahiş edirəm, yazın. Sualın qoyuluşu ehtiyacı varmı? Rusiya universitetlərini, tibb universitetini bitirmiş, Ukraynanı bitirmiş həkimlər, orada işləyən, təhsil alan həkimlər daha savadlıdır, peşəkardır, yoxsa Türkiyədə və digər Avropa ölkələrində? Yazırsınızmı dostlar? Yazın dostlar, mən yəqin ki səsləndirəcəm cavabları. Növbəti bir xəbərimiz var. Aha, dostlar, indi sualla bağlı
birazdan mən Ərəstun Məmişov efirə qoşacağım. Amma ona qədər bir Zahid Orucun açıqlaması var, əziz dostlar. Zahid Oruc çox maraqlı bir açıqlama. Maraqlı deyiləndə dostlar, xatırlayırsınızsa, şəxsən mən Aqil Alışov bir neçə ötən həftə Ukraynada və Rusiyada döyüşən Azərbaycanlılar haqqında danışmışdım. Onların pozulmuş psixologiyasının gələcəkdə müalicəsi, Azərbaycana gələrsə adaptasiya dövrü və bu şəxslər Azərbaycanın hüquq mühafizə orqanlarından və aidiyyatı orqanlar tərəfindən nəzarət altına alınacaqmı, yoxsa yox? İndi və mən xatırlayırsınızsa bir ifadə işlətdim ki, sosial şəbəkələr üzərindən həmin şəxsləri müharibəyə aparırlar. Xüsusən də döyüş görmüş müharibə veteranları var. Onları şirinləşdirirlər. Həqiqətən də pul fantastik dərəcədə verirlər. Amma sən sağ gələcəksən, sağ qayıdacaqsan, qayıtmayacaqsan, bu sual altındadır. Elə bu günləri baxdım, gördüm, Zahid Oruc da bu mövzu ilə bağlı danışıb. Görək, Zahid Oruc necə qiymət verir mövzuya. Zahid Oruc deyir ki, Azərbaycan vətəndaşları muzlu şərtlərlə hərbi əməliyyatlara cəlb edilir. Ehtiyatdan müddətli hərbi xidmətə çağırılan və ya bağlaşma ilə xidmət edən zabitlərin dinc dövrdə xidmət müddətinin 6 ay uzadılması, o cümlədən onlara hərbi rütbələrin verilməsi və əsasnamada aparılan dəyişikliklər Vətən müharibəsindən sonra dövlətimizin ordu quruculuğuna dair yeni siyasətinin ifadəsidir. Sadə dillə desək, artıq sülh dövrünə keçid baş verir, lakin bir məsələ bizi xüsusilə dərindən narahat edir. Bunu Milli Məclisin bugün keçirilən plenar iclasında İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc deyir. Komitə sədri qeyd edib ki, son illər Rusiya-Ukrayna müharibəsində hər iki tərəfdən döyüşlərə qatılan, onlarla Azərbaycanın həlak olması və itkin düşməsi barədə mediada üzücü məlumatlar yayılır. İndi komitə sədri Zahid Oruc onlarla deyil, amma mən əlavə edirəm yüzlərlə.